Buna bax, 1 qram hava yox deyə. Unutmayaq, pedin qabılaşmasına əgər hava vurulubsa, deməli ped kimyəvi tərkiblidir. Sizinlə Doktor M-in tam təbii tərkibli pedini yaxından incələyək. Bu məhsul əl dəymədən hazırlandığına görə çıxartdığım pedi yenidən qablaşdırmaya yerləşdirə bilmirəm. Pedin heç bir yeri açıq deyil və hava ilə təmas etmir. Məhsulun arxasındakı yapışqan tam təbii şam ağacı qətranıdır. Mağaza pedlərində isə çoxunluqla ayaqqabı emalındakı bal yapışqanı istifadə olunur. Hansı ki, 40 dəfə yusaq da bu yapışqan bizim paltarlarımızdan getmir və ən əsası insan sağlamlığına ciddi ziyan vurur. Gəlin pedi su ilə sınağa çəkək. Bütün mayeni yavaş-yavaş pedə əlavə edirəm və gözləyirəm. Bütün gücümlə sıxıram, bir damcı da su çıxmır. Pedin iç təbəqəsi pambıqdır. Hansı ki, ginekoloqlar bizə bunu hər zaman tövsiyə edir. Pambıqdan altda isə çəhrayı təbəqə, kist və miyom kimi problemlərin önünə keçə bilən gümüş ionlarıdır. Bədəndə antibakterial təsir göstərir. Məhsulun növbəti ən əsas təbəqəsi agar-agar yosundan ibarətdir. Bu yosun öz kütləsinin 100 qatı qədər tərkibinə mayeni sovura bilir. Məhsulun ən alt qismi isə mayeni buraxmayan, amma rahat havanın daxil olmasını təmin edən polietilendən hazırlanır. Sintetik olmadığını göstərmək üçün bu hissəni də parçalayıram.